Salam. Güvənin ikinci sınağı keçirildi. Bu həftənin deməli əvvəli, bazar günü daha doğrusu və həmin sınağın bəzi testlərini izah edək. 31-ci testdə deyir, xəritədə rəqəmlərlə işarələnmiş ərazilərdə yaranmış qədim dövlətlərin hansına aid xüsusiyyət verilməmişdir. Bu müharibələrində iştirak etmişdi və Kadeş müqaviləsini imzalamışdı. Pun müharibəsində iştirak etmiş dövlət Roma və Karfagendir. O zaman 4, 5, 3 gedəcək. Çünki Roma və Karfageni göstərir. Bir Misiri göstərir. O da Kadeş müqaviləsini imzalayıbdı. Yunanistan isə Pun müharibələrindən sonra Romanın ərazisinə daxil olduğuna görə, deməli, bu müharibələri zamanı Romanın tərkibində olmayıb və 2 rəqəminə aid hadisə verilməyibdi. Bir də 4 rəqəmi Romanı, 5 rəqəmi Tunisi göstərir. Tunis isə indiki Tunis, əvvəlki Karfageni idi. 32-ci test. Ata xaqanlığı dövrünə aid deyil. Xış ilə geniş ərazilərin şumlanması aiddir. Bəzi qəbirlər üzərində kurqanların qurulması aiddir. İri tayfa birliklərinin yaranması aiddir. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi aiddir. Bunlar hamısı həm də Tunc dövrünə aiddir. Əhalinin oturaq həyata keçməsi isə ata xaqanlığına aid deyil. 33-cü testdə döyüş və onun nəticəsi verilibdir. Sasani Alban qoşunları məğlub oldu Dizrafda. Deməli, birinci olacaq Dizraf. Ərəblərin Albaniyaya yolu açıldı Cərmidan 643-cü ildə Ərdəbildə qalib gəldikdən sonra Albaniyaya yolları açılır. Savalan döyüşü nəticəsində isə Xəzərlər qələbə qazanır. Bu da 731-ci il Ərəb-Xəzər müharibələri daxilində olmuş döyüş idi. 34-cü test. Eramızdan əvvəl 6-cı yüzilliyin sonlarında həyata keçirilmiş islahatlar nəticəsində Afinada yoxsulların vəzifəsinə görə əmək haqqı verilməsi Periklin dövründədir. O da 443-dən 428-ə qədər olub eradan əvvəl. Torpağa görə bütün borcların ləğv edilməsi bu Salon islahatı nəticəsindədir. O da 594-də olduğuna görə bu da aid deyil. Xalq yığıncağı ali hakimiyyət orqanına çevrildi cümləsi isə doğrudur. Çünki biz demişdik ki, 7-ci əsrdə Afinanı idarə edirdi Ağsaqqallar Şurası, 6-cı yüzilliyin sonlarında isə islahat nəticəsində xalq yığıncağı ali hakimiyyət orqanına çevrilmişdi və onlar qanunları müzakirə etmək və qəbul etmək səlahiyyətinə malik idilər. Əhalinin xaricə getməsi qadağan olundu. Bu Spartaya aiddir. Demosun hüquqlarını müdafiə edən xalq tribununun seçilməsi isə Romaya aid olan hadisədir. Demos cümləsi isə Yunanistana və həmin ümumiyyətlə söz, cümlə doğru deyil. 35-ci testdə deyir ki, Paleolit dövrünün Neolit dövrü ilə oxşar Tunc dövründən fərqli cəhətini müəyyən edin. Ölülərin yaşayış məskənindən kənarda dəfn edilməsi bu Tunca xas cəhətdir. Biz Paleolit və Neolitə xas cəhət seçməliyik. İstehsal təsərrüfatının mövcud olması, bu hər birində var. Süni yolla od əldə edilməsi cavabı var C variantında. Süni yolla od hər dövrdə əldə olunubdur. Bir də qəbilənin həyatında qadının mühüm rol oynaması isə Paleolit və Neolitin Tuncdan fərqli cəhətidir. O zaman D variantı olacaq. Torpağın toxa ilə şumlanması isə Paleolit və Neolit dövründə var idi, amma Tuncda toxadan istifadə olunmurdu deyə bir cümlə biz görmədiyimizə görə o zaman Y variantı da düzgün cavab deyil. 36-cı test. Müqayisə cədvəlində tarixi şəxsiyyətlərə aid doğru fikri müəyyən edin. Cavanşir Arşakilər sülaləsinə mənsub deyildi, Mehranilər sülaləsinə mənsub idi. Deməli, bir doğru deyil. Cərmidan döyüşündə qələbə qazanmışdır, Cavanşirə aid deyil, İsfəndiyar döyüşmüşdü və məğlub olmuşdu Ərdəbillilər. Deməli, 1 və 2 olan cavablar yanlışdır. O zaman bir dənə variant qalır. 3, 4, 3, 5, 6. Gəlin yenə də göz gəzdirək. Soqdiana vilayətini ələ keçirib İstəmi xan doğrudur. İkinci deməli
4 yanlışdır çünki 2-ci Göytürk dövlətinin əsasını İltəris Xaqan, Qutluq Xaqan qoyubdu. Xəzərlərlə mübarizə aparması, bəli, İstəmi Xaqan Xəzərlərlə, Bizansla mübarizə aparmışdı. Sasanilərlə bəzən müttəfiq olmuşdu, bəzənsə düşmən olmuşdu. O zaman 3-ü götürürük, 5-i götürürük. Bir də 6 Bizans dövləti ilə isə bəzən hücum etmiş ora, bəzənsə diplomatik münasibət saxlamışdı. Ona görə 6-nı da götürürük. D variantı. 37-ci testdə isə deyir, 1-ci yüzilliyin 20-ci illərində Atropatenanın tarixi üçün xarakterikdir. Eramızdan əvvəl 1-ci yüzilliyi. Deməli, bu Ariobarzanın hakimiyyətə gəlməsidir. Parfiya tərəfindən dövlətçiliyə son qoyulması olmayacaq, çünki bu eramızın 20-ci ilində olmuşdu və dövlətçiliyə son qoyulması Sasanilər tərəfindəndir. Parfiya sadəcə Kiçik Arşaki sülaləsinin tərkibinə salır Atropatenanı. Hakimiyyətə yeni hökmdarın gətirilməsi olacaq, çünki eradan əvvəl 20-ci ildə Ariobarzan hakimiyyətə gəlir. Fraspa döyüşü 20-ci ildə deyil, ona görə C-ni götürmürük. Selevkinin tərkibindən isə eradan əvvəl 190-cı ildə çıxıbdı Atropatena. Midial Bariyaq üsyanının qaldırılması isə bu dövrdə deyil. Bariyaq üsyanı dövlətə aid deyil, ümumiyyətlə dövlətdən əvvəl olmuş hadisədir. 38-ci test Makedoniyalı İskəndərin Hindistanın işğalını yarımçıq qoymasının səbəblərini soruşur. Burada Aşokanın Makedoniya qoşunları üzərində qələbə qazanmasını götürə bilmərik, çünki Aşoka Maurya sülaləsinin ən güclü nümayəndəsidir və 3-cü əsrdə yaşayıbdır. Ümumiyyətlə İskəndəri görmür və ümumiyyətlə Maurya sülaləsi demək Chandragupta başda olmaqla İskəndər öldükdən sonra fəaliyyətə başlayır. O zaman biri götürmürük. Ordunun ciddi müqavimətə rast gəlməsini götürürük. Əskərlərin uzun müddətli müharibədən yorulmaları, bunu da götürürük. Deməli, cavab 2 və 3 olacaq. O da Y variantıdır. 4-də isə deyir ki, İskəndərin Əhəmənilərlə müharibəyə başlaması. Bu da yanlışdır, çünki İskəndər Əhəmənilərlə müharibəni bitirir. Eradan əvvəl 334-dən 331-ci ilə qədər Əhəmənilərlə müharibəni bitirib, sonra 327-ci il eradan əvvəl Hindistana yürüş etmişdi. Ona görə 4 cavabı da yanlışdır. Hələlik bu qədər, davam eləyəcəm. Çox sağ olun.